Bu sualda X və Y maddələrinin temperaturlarının zamandan asılı qrafiki verilmişdir və mən X-in temperaturunun zamandan asılı qrafikinə baxsam, görərəm ki, bu qrafikdə üfüqi hissə, yəni temperaturun sabit qaldığı hissə iki hissədədir. Bu hissə və bu hissədə temperatur sabitdir. İlk temperatur, yəni 40 Selsi maddənin o zaman ərimə temperaturudur, 70 Selsi isə qaynama temperaturunu göstərir. Deməli, maddənin həm ərimə, həm də qaynama temperaturu varsa, deməli, X maddəsi bərk aqreqat halındadır. Y maddəsinin isə zamanı asılı qrafikində bir üfüqi xətt, bir sabit xətt var. Deməli, Y maddəsinin temperaturunun zamandan asılılıq qrafikinə əsasən deyə bilərik ki, X maddəsi maye haldadır. 70 Selsi bunun qaynama temperaturunu göstərir. Çünki maye maddələrin yalnız qaynama temperaturu olur. İndi isə şərti oxuyaq. Qrafiklərə əsasən X və Y üçün hansı ifadələr doğrudur? 1. Hər ikisi saf maddədir. Bəli, bu ifadə doğrudur. Çünki hər iki maddənin də ərimə və qaynama zamanı temperaturu dəyişmir. Yəni, sabit bir ərimə temperaturu, sabit bir qaynama temperaturu var. İkinci ifadədə deyilir ki, adi şəraitdə X maye, Y isə bərk maddədir. Biz bilirik ki, adi şərait təxminən 20-25 Selsi temperaturdur və biz X maddəsinə baxsaq, görərik ki, 20-25 Selsi temperatur ərimə temperaturundan aşağıda yerləşir. Yəni, 20-25 Selsi temperaturda adi şəraitdə X maddəsi bərk aqreqat halında olur. Y maddəsinə isə baxsaq, Y maddəsinin qaynama temperaturu 70-dir. Deməli, 20 və 25 Selsi intervalında bu maddə maye halda olacaqdır. Yəni, X bərk, Y mayedir. O zaman ikinci ifadə yanlışdır. Üçüncü ifadədə isə deyilir ki, qaynama temperaturları eynidir. Bəli, X maddəsində qaynama temperaturu 70 Selsi, Y maddəsində qaynama temperaturu 70 Selsidir. Bu ifadə də doğrudur. O zaman doğru cavablar 1 və 3-dür. Yəni, D variantı. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın.